Başqa sifət də ona görə. Başladıq sifət mövzu izahı. 1. Tünd qara çoxaltma. Azaltma. Baxaq, bir dəqiqə. Hə. Onda cavab nədir? Onda C. C. 1. Deməli, sifət mövzu izahı. Ardıcıllığı tamamlayın deyir. Tünd qara çoxaltma, ımtıl, sarımtıl azaltma, gizli adi. Dümağ çoxaltma, uzunsov azaltma nə gəlməlidir? Adi. Adi dərəcədə sözümüz burada yaxsızdır. Alaçı azaltmadır, dəlisov azaltmadır, kiçikcə. Ümumiyyətlə, xırdaca, babbalaca fərqi yoxdur. Mənaya baxmırıq, biz şəkilçiyə baxırıq. Cay şəkilçi haradaydı? Çoxaltma dərəcəsinin əlamətində. Ona görə kiçikcə olacaq çoxaltma dərəcəsi. Ona görə yaxsız olacaq adi dərəcə A variantı. İsimləşmiş sifət, elə A variantı qoca, insanlara hörmət et, qocalara hörmət et. Yanındakı ismi ixtisara düşüb. Əgər D variantı qabağa gəlsəydi, onu səhv yazsaydınız. Nə yazmışam mən? Yazmışsan D. Yaralanan. Bax, gedib D-yə çıxıb bax. Yaralanan, nə demişdi? Yaralanmayan. İnkarda verə biliriksə o sifətdir. Bilirəm, görürsən? Dedim ki, axır bunu kimsə səhv eləyəcək. Amma hələ bunu axırda yazıblar. Əvvəldə olsa lap çox uşaq səhv eləyəcəkdi onu. Yaralanmayan. İnkarda verə bildiyimiz feili sifətdir. İnkarda verə bilmiriksə sifətdir. Məsələn, demişdik çalışan, çalışqan. Çalışqan sifətdir, amma çalışan, çalışmayan. O feili sifətdir. Əgər sənə desəydi ki, hansı cümlədə feili sifət isimləşib, onda D olardı. Amma sənə sifət deyir A variantı. Bildin? 2 düzəltmə sifət işlənib. Su kiçiyin sadə sözdür. Burada ümumiyyətlə yoxdur. B variantında tarixi sifətdir. İkincisi yoxdur. Hadisə, münasibət isimdir. C variantında əsgərlərimiz qorxaq düşmənə sarsıdıcı. Bu sözü çox soruşdunuz. Qorxdan qorxaq. Düzəltmə sarsmaq sözü dilimizdə yoxdur. Sarsımaq var. Yoxdur. Sarsımaq var da. Yoxdur. O türk dilindən gətirirsiniz onları bizim dilimizə kinolardan. Yoxdur. Sarsıtmaq var. Sarsıdıcı bəli düzəltmə sözdür. Amma kökü sarsıtdır. Sarsıt, saç sözü dilimizdə yoxdur. Sarsıtmaqdan sarsıdıcı yaranıb. Bir düzəltmə şəkli, bir leksik şəkilçi var o sözdə. Başa düşdük? Deməli, sarsıtmaqdan sarsıdıcı. Bilmirsinizsə qeyd edin. O top testlərə də düşür. Sarsıtmaq sözünü düzəltmə söz kimi verirlər. Səhvdir. Sarsıtmaq sadə sözdür. Yaxşı? Deməli, sars sözü dilimizdə yoxdur. Sonra qəlbinin gözəlliyi. Lıq şəkilçisinə fikir verin. Demişdik. Sifətə artırılan lıq nə yaradırdı? İsim. Yaxşılıq, pislik, gözəllik, yamanlıq. Bunlar hamısı nədir? İsimdir. Aydın oldu. Deməli, hansı cümlədə düz sözü sifət kimi işlənib? Bax, o birisi testdə var idi, düz sözü zərf kimi işlənib. Haçan? Hərəkətə aid olan. İndi bir məqamda deyəcəm sizə. Deyir ki, pəncərənin qabağına düz. Bu nəyə düz? Feildir, hərəkətdir, bəli. Əyri otur, düz danış. Necə danış? Hərəkətə aiddir, zərfdir. İlanın sevmədiyi yarpız bu düz yuvasının qapısında bitər. Uşaqlar, ədatı necə ayırırsınız? Düz, dəqiq mənası verirsə ədatdır. Lap qapımın ağzında bitdi. Yəni, dəqiq qapının ağzında. Tam. O mənaları verirsə ədatdır. Orada necə sualına cavab vermir ümumiyyətlə. Bildiyin? Ümumiyyətlə suala cavab vermir. Düzlük nədir? Lıq varsa sifətdə yaranan isimdir. Düz söz acı olar. Necə söz? Söz isimdir. Hər əşyaya aidsə sifət. Başa düşdük? 4. Hansı cümlədə sifət ismi xüsusiyyətini daşıyır? A variantında pis deyil. Pislikdir. Pislik nə oldu? İsim. Sifətə lıq artırdıq, isim olur Kamran. İclasda işçilər yaxşı çıxış etdilər. Yaxşı çıxış etdilər. Hərəkətə aid olanda nə olacaq Kamran? Hə? Hərəkətə aid olan sözümüz nə olurdu Kamran? Zərf olurdu, bəli. Bax, yaxşı danış, hərəkətə aiddir, zərfdir. Yaxşı söz, əşyaya aiddir, sifətdir. Bildin? İndi, yaxşılara sağlığında yaxşı deyin. Kimə? Yaxşılara. Amma yaxşı sözü nədir Zəhra? Əslində sifətdir. Amma burada nə olacaq? İsimləşmiş. Amma biz onun, məsələn, bunun nitq hissəsini soruşsam nə deyəcəksən? Sifət. Bəli. Başa düşdük sonra. Deməli, cavabımız oldu C variantı. Yaxşı iş E variantında yanında ismi var. Hansı nümunədə yanlış yazılmışdır? Bax, uşaqlar, babə, aha, bitişik yazılır. Cürbəcür düzdür. Açıqla tünd sözü, mən sizə demişdim. Tünd qırmızı. Nə vaxt defisinə? Bunu səhv yazan var. Sifət, xeyr. Düzəltmisiniz. Niyə A-nı götürməmişsiniz? Kim deyir? Tünd çay isimdir. Amma tünd qırmızı sifətdə ona Bəli. görə trener. İsimlə işlənəndə, düzdür. İsimlə işlənəndə ayrı-ayrı yazılır. Tünd çay, açıq çay. Çünki orada dərəcə yaratmır. Ondan sonra əli. Əgər
isim gəlibsə dərəcə yaratmır. Tünd çay, burada dərəcə əlaməti yoxdur. Tünd adi dərəcəli sifətdir. Orada ayrı yazır. Amma düz yazmısan bunu? Hə. Amma əgər qırmızı sifət gəlibsə orada dərəcə yaradır, orada dəfsə yazır. Ona görə tünd çay isim gəlib ayrı, açıq qırmızı sifət gəlib dəfs olacaq. Bildi? Bu getdi. Sarı təhər bitişik yazır. Bildi? Cürbəcür bitişik yazır, uzun bitişik yazır. 7. Həm sadə, həm düzəltmə A variantı da elə. Azdan azğın düzəltmə, mənfurda sadə sözdür. Sonra C variantı keyfiyyət bildirən bu asaddır. Təbii ki, nə olacaq? Keyfiyyət mehriban sözü olacaq. Bəli. Səhv yazan var bunu? Mən Düz yazmışam. Hə, qəhvə, bunlar əlamət bildirir. Sənə izah eləməmişəm də hələ bunlar. Qoca, qızılıb, qəhvəyi, armudu, bunlar əlamət bildirir. Üzünə baxanda bilirsən. Amma keyfiyyət odur ki, sən onun üzünə baxanda bilmirsən. Mütləq onu araşdırmalısan, xarakterini öyrənməlisən. Onlar keyfiyyətdir. Aydın oldu? Bu oldu mehriban. 9. 9-u fikirləşirdim ki, görəsən düz yazacaqlarmı? Düzdür. Düzdür, əla. Səhv yazmışam. Ümumi qrammatik mənasına görə fərqlənir. Ümumi qrammatik mənasına görə fərqlənir. Məktəbli məktəbsiz deyirəm, şəhərli şəhərsiz. L-nı sızla əvəz eləyirdiksə sifətdir. Bax, indi qulaq asın mənə. Ümumi qrammatik məna nədir? Birinci hissəsinə görə fərqlənir. Kərimli soyaddır. Nə olacaq? İsim. Bu getdi. Məktəbliyə biz məktəbsiz deyə bilərik. Ya da şəhərliyə, kəndliyə, kəndsiz, şəhərsiz deyə bilərik. Yox. Amma evli, evi olan, bir də evsiz eşiksiz. Bu sifətdir. Şəxsi kimi də sifətdir. Niyə? Evlidir. Subay, evli, necə? Yenə də sifətdir. Evli sifətdir. Ümumiyyətlə, kəndli, şəhərli sözləri, məktəbli sözləri testə çox düşür. Onların istəyirsiniz, üçünü də belə yazın, qabağına qeyd edin. İsim. Kəndli, şəhərli, məktəbli. Bunlar isimdir. Çox düşür testlərə. Ümumiyyətlə, qeydlərinizi götürün. Mütləq qeydləri götürün. Kəndli, şəhərli, məktəbli isimdir. Çığ-daçı şəkilçisi ancaq sifət yaradır. Kim bilmirsə bu qeyd. Bəli. Bax, bunu da yazın. Çığ-daçı ancaq sifət yaradır. Sonra sarsıtmaq sadə sözdür. Bax, qeydləri götürün. Sarsıtmaq sadə sözdür. Lıq şəkilçisi sifəti artırılanda nə yaradır dedik? İsim. Bəli. Yaxşılıq, yamanlıq, pislik, düzlük hamısı nədir? Yaxşılıq, yamanlıq, pislik, düzlük. Bunları hansı hissəsi deyəcəyik Kamran? İndi deyirəm, axı lıq şəkilçisi sifəti artırılanda nə yaradır? İsim. İsim. Yaxşı nədir? Sifət. Sifətdən isim yaradır. Sifətə lıq artırımı nə yaradacaq? Yaxşılıq, pislik, yamanlıq nə olacaq? İsim. Başa düşdün? Yəni bu 90% hallarda belədir. Yəni sizin bu gözlüyünüz, gözəlliyi, yaxşılıq, pislik. Bax bunlar isimdir. Yaxşı? 90%. İndi düzəltmə sifət işlənmiş cümlə 10. Təbii ki, nə olacaq burada? Dakı-dakı şəkilçisi bəli. O da var. Ondan qabaq soyuq da var. C-də 2 dənə söz var, özdə uşaqlar. Soyudan, hava soyuyur, soyuq olur. Amma yox, əslində soyuq həyətdəkilər nə? Orada ispat. Soyuq nə? Soyuq Nə olsa isimləşib də, Mən isimləşib də. yazmışam. İsimləşəndə sonra isim deyirsən. Yox. Yenə sifətdir. Bildin? İsimləşsə də sözün nitq hissəsi dəyişmir. Sadəcə biz ona nə deyirik? İsimləşmiş sifət. Aydın oldu. Yenə də sifətdir. Soyudan soyuq, dakı-dakı bəli, həyətdəkilər həmişəyiz. Həyətdəki, bağçadakı, evdəki, çaydakı, göldəki hamısı sifətdir. Bildin? Nə deyirdik? Mən ona B yazmışam. B yazmısan. Oxunası, oxunmayası. Sən feili sifətlə qarşılaşırsan. Həm də ası gələcək feili sifət şəkilçisi. Oxunası, oxunmayası. Feili sifətlə inkarda vermək olur. Bildin? Söylədikləri də dıq plus mənsubiyyət yenə də söyləmədikləri feil sifət. Qəlbi sınıq, qəlbi, onun qəlbi mənsubiyyət şəkilçili isim. Sınmaqdan sınıq, düzəltmək sifət. Sın, sınıq. Düz yazmışıq? Bəli. Aha, əla. 12. Feildən düzələn sifətləri müəyyən edin. Birincisi, yeyilməli sözünü çıxaram. Yeyilməməli, feili sifətdir. Feili sifətdir. Dayağı çıxaram. Dayaq, nə? Dayaq, isimdir. Gülən, gülməyən. Çıxaram. An ən şəkilçisi, feili sifətdir. 1, 2, 5 getdi. Cavabım onsuz da, sifətlərim orada, onsuz da orada 3-dən 4-dür. Parladan parlaq, qaçmaqdan qaçağam. Başa düşdü? 3-dən 4 olacaq. Sonra 13. Kökü feil olan, bu qəşəng sualdır, bunun üstündə işləmək lazım. Kökü feil olan, lakin feildən düzəlməyən sifətləri seçilir. Birincisi, gecikən, gecikməyən. Bu feili sifətdir. Burada ümumiyyətlə sifət yoxdur deyə biri atıram. Gecikən, gecikməyən feili sifətdir. Aydındır. Biri atdıq.
Qaldı döyüşdəki. Ay uşaqlar, baxın. Bax burada yazıram, bizim dəftərimdə qeyd edirəm. Döyüş sözü amonim sözdür, düzdür? Necə tapacağıq ki, indi bu qələm yaxşı. Şu artıracağız. Iş şəkilçisini götürürük başqa söz. Bax, döymək feildir, düzdür? Döyüşdəki sözünü oxuş yazırıq. Sözün kökü nədir? Döy. Döy nədir? Feil. Feil. Kökümüz feildir. Bunu ödədik. Kökü feil olsun deyir. İndi gəlirəm döyüşü yoxlayıram ki, görün. Çünki döyüşdəki sözü hansı sözdən yaranıb? Döydən yaranmayıb, ha, döyüşdən yaranıb. Niyə? Çünki biz demişdik, kök başqadır, yarandığı nitq hissəsi başqa. Əgər yarandığı nitq hissəsini soruşursa, şəkilçi, sonuncu leksik şəkilçidən bir əvvəlki şəkilçinə baxırıq. Döyüşdəki sözü nədən yaranıb? Döyüş sözündən. İndi bu iş şəkilçisini biz yoxlayırıq. Gətiririk, başqa bir sözə qoyuruq. Məsələn, gülüş. Yazırıq bura gülüş. Gülüş şəkilçisi, deməli, iş şəkilçisi nəyə artırılır? Feildən nə yaradır? İsim. Düzdür? Həm də daçını yoxlayaq. Daçı nədir? Daçı sifətdir. Düzdür? Nəyə artırılır? İsimlər, adlara. Evdəki, həyətdəki. Deməli, bu döyüş nədir? Döyüş sözü, döyüşmə feilidir, yoxsa döyüş ismidir? İsmidir. Niyə? Çünki daçı şəkilçisi nəyə artırılır? İsimlərə artırılır, adlara artırılır. Deməli, döyüş sözü oldu isim. Bizə nə deyirdi? Kökü feil olsun, amma feildən düzəlməsin. Bəli. Döyüşdəki sifətdir. Daçı şəkilçisi nəyə artırılıb? Döyüş sözünə. Döyüş sözü nədir? İsimdir. Çünki daçı adlara artırılır. Döyüş isimdir, döydə feildir. Kökü feildir, amma döyüşdəki sözü feildən yaranmayıb, isimdən yaranıb. Başa düşdük bunu? Əla. İndi sıxıntılı sözünü gəlin izah edək. Bir dənə baxın bura. Sıxıntılı. Bu sözlər çox məşhur sözlərdir. Baxın uşaqlar, nə edirik? Sözün kökü nədir? Sıx. Şəkilçimiz nədir? Sıxın deyə bilmərəm ki, deməli parçalanmır. Nədir burada şəkilçimiz? Sıxıntı. Ay sağ ol. Sıx ıntını bütöv götürürük. O birisi şəkilçimiz L. İndi sıx sözü amonim sözdür uşaqlar. Həm sıxmaq feili var, həm də sıx sifəti var. Nə edirik? Intı şəkilçini götürürük. Başqa bir sözü artırırıq ki, tapaq görək bu sıx feildir, yoxsa sifət. İntı ilə bir dənə söz deyil. Süzüntü, yeyinti. Belə yazaq yeyinti. İndi intı şəkilçisi nəyə artırılıb? Feilə yoxsa adlara? Ye. Ay sağ ol. Feilə artırılıb. Deməli, feillərə artırılan şəkilçidir intı. Deməli, sıx sözü burada nədir? Kök. Feildir, əhsən. Başa düşdü? Feili artırılıbsa, deməli, sıx sözü feildir. Sıxıntı özü nədir? Sıxıntı. İsim, bəli. İndi sıxıntılı sözü hansı sözdən yaranıb? Sıxdan yoxsa sıxıntıdan? Əhsən. Çünki kök başqadır, yarandığı nitq hissəsi başqa. Kök üçün əvvəlkinə baxırıq, amma yarandığı nitq hissəsi üçün sonuncu leksik şəkilçidən bir əvvəlki şəkilçiyə baxırıq. Sıx feildir, sıxıntı isimdir. İndi şərtimizi ödəyir, bəli. Kökü feil olsun, amma feildən yaranmasın. Sıxıntılı sözü isimdən yaranır. Başa düşdü? Ona görə də olacaq feildən yaranmış isim, isimdən yaranmış sifət. Yəni, üçü götürəcəyik. Aramızda satqınlar çoxdur. Bayaq qını dediniz, parçalanır, xeyr. Qın, qın şəkilçisi parçalanmır. Satmaqdan satqın yaranır. O da niyə götürə bilmərik? Deyir ki, feildən düzəlməyən satmaq, satqın, feildən yaranır. Başa düşdük? Ona görə cavabımız olacaq 2-3. Azaltma dərəcəsində olan sifətləri seçin. Balaca sözünü götürə bilmərik. Çünki sadədir, bəli. Xırdaca, cacə çoxaltma dərəcəsidir. Dəlisovu götürəcəyik, qaraşını götürəcəyik, şınsov, morfoloji əlamətləridir. Bap balaca, m, p, r, s çoxaltma dərəcəsinin əlamətidir, bəli. Sifət, sifət. Baxın uşaqlar, böyüklü, kiçikli, sifət, sifət. Çox mərtəbəli, çox say, mərtəbəli sifət. Ürəyi, isim, açıq, mərtəbəli sifətdir, mərtəbəli, l şəkil. Ürək, isim, açıq, nədir? Açıq sifət. İndi 3 atılan, 3 say, atılan nədir? Feil. Feili sifət, bəli. Var variantlarımızda say feil yoxdur. Deməli, D qaldı qıraqda. 2 say, mərtəbə nədir? İsim. Deməli, bu da qaldı qıraqda. Bizə ikinci tərəfdə isim verməyi baxın. Gərək götürməzdiniz. Bildiniz? Mərtəbəli sifətdir. Ona görə 3 mərtəbəli, çox mərtəbəlini götürüblər. Amma 2 mərtəbə artıq isim. Başa düşdünüz? Yəni, mərtəbə sözü isimdir. Bildik? Sual olan var. Neçə düz? 11. Neçə düz Əli? 11. Neçə düz? Neçə düz? 10. 10? 5. Bir dənə o suala görə də. Yaxşı. Sən də? 12.
12. Ən çox kim yazdı? 13. Əhsən. Səndə Kamran, bu mövzunu hələ keçməmişdim, amma ilkin olaraq. Mən nə ərizim? Yo, üzmürəm. Yaxşı O oldu. senin de.